mənim ürək dostlarım. Onlar dedilər ki, sən maşını niyə dəyişmirsən? Dedim, valla mənim imkanım yoxdur maşını dəyişməyə. Sağ olsunlar, bu maşını mənim dostlarım verdi mənə. Hədiyyə elədilər. Hə. Müğənni Tacir Şahmaloğlu'nun ailəsində toy sevinci davam edir. Oğlu Şahmalının toy məclisində maraqlı və yadda qalan anlar yaşanıb. Gecənin ən çox diqqət çəkən hadisələrindən biri isə dostlarının Tacir Şahmaloğlu üçün etdiyi sürpriz olub. Yaxın dostları tərəfindən ona avtomobil hədiyyə edilib. Məclisdə yaşanan sevinç dolu anlar qonaqların da böyük marağına səbəb olub. Toydan yayılan görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirə olunmağa başlayıb. Videonu bəyənməyi, kanalımıza abunə olmağı və fikirlərinizi şərhlərdə yazmağı unutmayın.